Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Bugün AFFA 16 liqasında ikinci mərhələnin birinci turunda Neftçi Qəbələni qəbul edir. Neftçidə qapını 1 Ziya Nuriyev qoruyur. 5 komandanın kapitanı Ruslan Quliyev, 3 Əli İsrafilov, 4 Fəqan Mustafayev, 6 Şikar. Qəbələnin start heyəti: 1 Danil Bayramari, 11 komandanın kapitanı Hamza Tahirov, 2 Nail Qarayev, 3 Füzuli Əzməmmədli. Rəqib idi fit səslənir və maç başladı. Neftçiyə uğurlar arzuluyuruq. İlk mərhələni A qrupunda lider tamamladı. Başladıq. İndi Onurdan ötürmə qapı qarşısına. Başla. Zərbə, qapıcı, daha bir zərbə olacaqmı? Qol lazımdır bu epizodda, hesab açmaq olar və top qapıdan keçir. Son zərbəni vuran Əli İsrafilovdur. 28-ci dəqiqədə Neftçi Qəbələ ilə oyunda hesab açır. Onurun ötürməsindən sonra ilk zərbə Ümiddən. Qapıcı topa toxundu, tirə də dəydi. Ümidin zərbəsi alınmadı. Orada Əlinin önünə düşür top. Daha sonra Neftçinin 3 nömrəli oyuncusu Əli İsrafilovun zərbəsindən sonra Qəbələnin 3 nömrəsi Füzuli Əzməmmədliyə dəyir top və tora daxil olur. Fit səsləndi. Onur topa yaxınlaşır. 45 dəqiqə bitib. Əlizadənin ötürməsi yaxşı alınmadı və bu da ilk hissənin sonuncu epizodu olur. Beləliklə komandalar fasiləyə yollanırlar. Maçında ikinci başladı 16 liqasının. Emil sağ canlı oynadı. İndi qabil istiqamətində ötürmə, anlaşılmazlıq. Top itkisi Emil Quliyev yenidən qazandırır topu Neftçiyə. Əli Musazadə, Əlidən sol can ötürmə. Qafar Babayevin ikinci qol vurmaq olar. Qafar Cənin oyun açısında Babayev və gol! 70-ci dəqiqədə Qafar hesabı 2-0 edir. Nuriyevin sevi hamısından daha yaxşıydı buna baxmayaraq. İkincidən zərbədən sonra Qəbələ istədiyini etdi. Qolu vura bildi. Hamza Tahirov. Çox pauza olmadı bu maçda. Və bəli, bir dəqiqə başa çatan kimi hakim oyunu bitirir. Neftçi 16 liqasında ikinci mərhələyə qələbə ilə başladı.